Allah rəhmət eləsin şəhidlərimizi. Rəsvar günün Təzəkət kəndində bizim 6 şəhidimiz və bir itkinimiz var. Qarabağın azad olunmasında məhz bu qəhrəmanlarımızın böyük şücaəti olmuşdur. Əlbəttə, 104-cü Səfər qələbəsinə qədər də 1-ci Qarabağ müharibəsi dövründə bizim, mən deyərəm, əliyalın bizim qəhrəmanlarımız daha da güclü olmuşlar. Və 1-ci Qarabağ müharibəsi qəhrəmanlarımızın intiqamın, qanın 44-cü Zəfər qələbəsində, 2-ci Qarabağ müharibəsində bizim şəhidlərimiz, qazilərimiz və dövlətimizin başçısı, Ali Baş Komandanımızın siyasəti və onun ordu quruculuğu sayəsində Azərbaycan torpaqları işğaldan azad olundu. Allah rəhmət eləsin şəhidlərimizə. Allah ruhları şad eləsin. Bugün axır çərşənbədir. Onların ruhu şad olsun. Günlər şəhid valideynləri də buradaydı. Biz onların hər birinə başsağlığı verdik və onların qarşısında baş əydik. Cəmi şəhidlərimizin qarşısında.